Deməli 18-ci time'da 18-ci tapşırığa baxaq. Genetika bölməsinə aid. Deməli bizə burada nə deyir? Bizə burada deyir ki, böyük P, kiçik P, böyük R, kiçik R, böyük M, böyük P, kiçik P, böyük R, kiçik R, kiçik M, kiçik M, kiçik böyük D, kiçik D çarpazlaşır. Bunu, yəni həmin genotiplə böyük P, kiçik P, böyük R, kiçik R, böyük M, kiçik M, kiçik D, kiçik D genotipli valideynlərin çarpazlaşmasından bütün əlamətlər üzrə heterozigot genotipli erkək fərdin əmələ gəlmə ehtimalı neçədir? Gəlin yazaq. Deməli, yazıram. Böyük, deməli, P, kiçik P, böyük R, deməli, kiçik R, kiçik M, böyük D, kiçik D çarpazlaşır elə həminkindən. Yəni, böyük P, kiçik P, böyük R, kiçik R, kiçik M, böyük D, kiçik D ilə çarpazlaşır. Deməli, bax bunların çarpazlaşmasından indi bunları deməli monohibrid çarpazlaşmaya gətirək. Bəli, bu çox monohibridə gətirək və çarpazlaşdıraq. Deməli, böyük P, kiçik P-ni çarpazlaşdıraq, böyük P, kiçik P ilə. Böyük R, kiçik R-i çarpazlaşdıraq, böyük R, yenə də kiçik R ilə. Kiçik M-i çarpazlaşdıraq, yenə də bax buradakı kiçik M ilə bir də böyük D, kiçik D-ni çarpazlaşdıraq, böyük D, kiçik D ilə. Gəlin baxaq. Bax buradan nə alınacaq? Böyük P, 2 dənə böyük P, kiçik P, kiçik P, kiçik P. Buradan alınacaq böyük R, bir dənə, 2 dənə böyük R, kiçik R, bir də kiçik R, bir dənə. Bunların da qarşısına 1 yazaq. Aha. Bax buradan nə alınacaq? Bax bu bir M verəcək. Bu da bir M verəndə olacaq kiçik M. Amma burada böyük D, bir dənə, 2 dənə böyük D, kiçik D, bir dənə də kiçik D olacaq. Aha. Bizdən nə soruşur? Deyir ki, bu iki valideynin çarpazlaşmasından bütün əlamətlər üzrə heterozigot genotipli erkək fərdin əmələ gəlmə ehtimalı neçədir? Deməli, bax burada bizdən soruşur, nə soruşur? Deyir ki, bunları yaxşı çarpazlaşdırdıq. Deyir, bu bütün əlamətlər üzrə heterozigot genotipli erkək fərdin əmələ gəlmə ehtimalı neçədir? Yaxşı, baxaq. Bax, burada neçə dənə versiya əmələ var? Bir böyük P, 2 dənə böyük P, kiçik P, bir dənə də kiçik P, kiçik P. Cəmi 4 dənə kombinasiya var. Düzdür, bu 4 kombinasiyadan heterozigot hansıdır? 2 dənə heterozigot var. Bax, yazmışam. 4-dən 2. Böyük P, kiçik P. Burada da yenə 4 versiya var. Hardan gəldi o? Bir dənə budur, 2 dənə bundandır, bir dənə bundan. Cəmi 4. Burada da 2 dənə böyük yer, kiçik yeri var. Heterozigot 2 dənədir, 4-dən 2. Bax, burada yoxdur. Bu homozigotdur. Bunu götürmürük. Homozigot resessiv. İndi bura baxaq. Bax, burada baxanda görürsən ki, deməli, burada da 4 dənə yenə versiya var və 4 dənədən ikisi böyükdir, kiçikdir. 4-də 2. Bax, bu 4-də 2-ləri mən 2-də 1 kimi yaza bilərəm. Əlbəttə ki, yaza bilərəm. Bunları bir-birinə vuracam. Eləyəcək 8-də 1. Cavab 8-də 1 deyil, ha. Cavab 8-də 1 deyil. Hamı gedir bunun axırını oxumur. Bizdən erkək fərdin əmələ gəlmə ehtimalını soruşur. Desəydi ki, bütün əlamətlər üzrə heterozigot genotipli fərdin ehtimalı neçədir? Erkək dişi sözünü deməsəydi, onda 8-də 1 idi. Amma erkək sözünü dediyinə görə biz də bilirik ki, deməli, qızla oğlanın doğulma ehtimalı 2-nin 1-ədir də. Yəni, 2 versiyadan biridir. 2 versiya var. Ya qız doğulacaq, ya oğlan. Onun da 2-dən biri ya qızdır, ya da oğlan. Ona görə də biz ümumi tapdığımız ehtimalı 2-də 1-ə vururuq. Deməli, cavabımız olur 16-da 1. Burada deməli olur B variantı.